Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb. Bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur. Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirilib. Sərnişinlərin sözlərinə görə, bir bank sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözü gedən mobil tətbiqin Bakı kart bölməsinə giriş etmək mümkün olmur. Mövcud problemlə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Hazırda bir bank mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur. Problemin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq M10 rəqəmsal ödəniş sistemindən Bakı kartın fiziki kartlarından və ya mobil tətbiqindən istifadə etmələri tövsiyə olunur.